Sabahınız xeyir, gününüz aydın olsun. Deməli, uşaqlar hamı yatıb. Uşaqlar yatıb. Bir dənə yoldaşım işə gedib, mamam da yatıb. Deməli, burada yağ qoymuşam. Heç mən yağ sevən deyiləm. Telefonum yenə bugün istədiyim kimi çəkmir. Burada yağ qoydum, ərisin. O qədər acınır. Ölürəm də acından. Heç belə acam deyiləm hemen. Gözləmiş uşaqlar oyatmaq istəmirəm. Yaydı, istirahətli yatsınlar. İstəyirəm də 2 dənə yumurta qırım özümə. Az da pul biber səpdim. Bişdi, gedim mən yeməyimi yiyeyim. Sonra günümüzə başlayaq, görək nələr eləyirik. Bir dənə resept tapmışam təzə. Deməli bir dəfə sınamışam, dadlı alınıb. İstəyirəm indi yenə sınamaq. Markovdan, kökdən pirog pişirmək. Sizlə bərabər pişirərik, görək necə alınacaq. Və oturmuşam, belə ətimi qovurdum. Günə yeməklə başlayıram. Yemək pişirməklə. Çox erkən oyanmışam, ona görə də bəzi işlərimi görüb qutarmışam. İndi yemək pişirirəm. Deməli 3 bacı dolması eləyəcəm. Qəşəng hamısını təmizləmişəm, duzlamışam. Burada da ətimi qovurmuşam. Reyhan, kişniş, soğan, hər şeyi əlavə eləmişəm. Pomidor. Qəşəng qovurmuşam, yağa düşüb. İndi başlayacağım, içini doldurum. Və yığım tavaya pişsin. Pomidorlarım istədi, indi ilk öncə onları doldururam. Biraz böyükdür pomidorlarım. Hələ balacalarını seçmişəm. Bu dəfə böyük almışım. Bir hamısını doldurum. Evdə əsas yemək oldusa, bütün işlər görülüb deməkdir. Ay, bunu yarmamışam, bax unutmuşam. Kabakçıda almışam var, ama kabakçını evdə olma pişirməyəcəm. Bir tane resept görmüşəm. Kabakçını ondan pişirəcəm. Yok, sabahda da bugün yeməyimiz var da. Pomidorun içini çıxartmalıyam. Bir tane bıçağı ver kuzu. Ve oradadır. Zuziş. Uzanıb baxın. Mirçə var bir dənə. Hardansa girib bu qırağını töküm. Sonra götürərəm. Aydın eləmə. Pomidorlar bitti. Koyum qırağa. Daha sonra biberlar. Bu qaydayla hamısını doldururam. Belə. Biberlərim yaxşıdır, əsilməni istəyəndə.
Ama pomidorlar yok. Biraz büyük. Böyle bu qaydayla hamısını dolduracağım. Video uzun olmasın diye bağlayayım. Yani maraqsız olmasın da. Belə. Çay qaşığı ilə mən doldururam həmişə. Çox rahat olur. Kapağı kopmuş. İçbacımı hazırladım. Baxın, artıq qoymuşam pişməyə. Ay, əlim yandı. Hər şey əlavə etmişəm. Kartof falan. Yəni bilirsiniz ki, bizdə kartof olanda istəyirlər yoldaşım da, uşaqlar da. Çünki içbacını əzirlər, kartofla yeyirlər. Burada da Aylin kartof istəyirdi. Kartof qoymuşam qızarmağa gün ortaya. Özümüzə daha sonra biraz da artıq qaldı. Çox eləmişdim. Onu da qoydum. Onu da yığdım belə qabağa qoyacağım xaladenkə. Bir dəfə də inşallah bunu buzlamaya qoyacağım. Bir dəfə də inşallah bunu bişirərəm, yeyərik. Harsa 7 badımcan qalıb, 4 dənə pomidor, 6 dənə biber, nə bilim belə də. Uca bu çox olacaqdı, yəni bunu da bişirsəydim. Çünki o qədər bəsdir də, bir dənə axşam yeməyi yeyəcək. Gün ortaya da kartof qızardıram. Heç dünən də bozbaşıymış. Ət istəmirəm. Sadəcə yoldaşım indi işə gedir, gəlir. Ona ət lazımdır, ona görə. Ayli. Xalalar çıxmışıq. Heç nə özümüz üçün gəzirik. Bu qızın evdə ürəyi darxır. Deməli işığımız söndü. Özümün bir şey almışam. Bu yok bunun içində. Ürəyi partladı. Zığıldadı, ağladı. Ha? Ağladı ki gedək. Mütləq çıxaq evdən. İşıq da sönüb. Mənə istidi, gəl. Mənə istidi. Ona görə də çıxdıq, özümüzə gəzirik. Biraz Arasa girdik. Dondurma aldıq, nə bilim. Çörək aldıq. Belə. Nə bilim. Biraz gəzirik ki, bunun fikri açılsın. Və fikri gedib harada açılsa yaxşıdır. Harada darıxmasa. Rebusda. Təzdən getdik Rebusa. Yaxşı. Gedək. Yaxşı mallar var idi. Yaxşı mallar. Rebusda yaxşı endirimlər var idi. Marketdə girdi, videonu saxladım ona görə. Onu dedim, axı getdi. Bu Rebusda sakitləşdi. Rebusa girdik. Deməli, bugün oynamaq üçün töküb oyuncaqların. Dəniz bunu yumuşaq oyuncaq almışdım. Onu göstərərəm sizə. Pati, pişik patisi. Çox almışam bu ara Aylinə. Onu elə bir bizim qopardı. Ona görə özünə yer tapmadı. İşığın sönməyi də vapşan bəhanə oldu. Çıxdıq biraz. Onu alsın. Evdə göstərərik. Hansından alıb. Belə. İndi gedirik evimizə. Yoruldum. Arxa yolla gedirik. Belə. Və xalalar. Gəldi evə. Tez yeməyin altını yandırdım. Yoldaşım da acıb. Biz gəldik, gördük atamız da gəlib işdən. Belə Arazdan xiyar aldıq. Yaxşı pomidor aldıq. Bir də belə kabakçı var idi. Çox təzə, qəşəng, baxın. Bir də kabakçı aldıq. 3 dənə də belə bu çörəkdən aldım. İndi keçək Rebusa. Tam. Rebusdan nə aldıq? Rebusdan. Bunlar nədir? Bunlar çəkdirici. Belə su qablar gəlmişdi ora.
Aylin özünə bir dənə belə su qabı aldı. Nə idi bu qızı bunun adı? Kromi. Kromili sevir. Ona görə su qabı kolleksiyası yığacaq. Nə qədər su qabımız var. Belə. İndi yaxşıdır indi götürmək üçün. Buradan da belə qulpu var. Bir də içində belə stikerlər var. Çıxardıb üstünə yapışdırmaq üçün. Heç onu görməmişdin. Bir də əsas getmə səbəbimiz bunun bir dənəsi qopub deyənə. Bu qız bütün evi dağıtdı, tökdü aləmi. Təzədən getdik bunun böyük həcmdə olanından birini də aldıq. Bu ikisini də aldıq. Çok bahadır. Bunlar çok bahadır. Açırsan, aç. Ama hala ben yine de anama aldırdım. Daha olsa da. Yaxşı edirsən. Bu rəngi qəşəngdir, pəmbiş. Hər rəngi, hər ölçüsü olub Aylində. Mama indi ben karpuzlusunu da alacağım. Yaxşı. Çünkü çok güzeldiler. Gözləyin xalalar, görək o hansı videoda olacaq qarpızsız. Açırsan. Hiç bunda o birisinde olmamış değil de. Sakarlık çıktı. Sakar oldu. Bu, bax, buradan açılmalıdır. Bax, buradan. Tut. Aralı, aferin. Mama diyor tüy olmasın. Tüyolları. Tüy olsa ölerim. Aç bakalım. Diyor. Baxın. Mama yavaş. Neden tüy olmasın? De. Qəşəngdir. Xeyirli oynat. Yok. Ha. Oyunun şeyde. Yaxşı, oynayırsan, çəkirəm, yaxşı. Asmış. Bəsdir mi çəkdiyim? Patidir, pati. Oy. Gedim əllərimi yuyum. Ne oldu da?